Əziz dostlar, hamınızı salamlayıram. Hər vaxtınız xeyir olsun. Hamıya gözəl bazar günü, gözəl istirahət arzu edirəm. Biz də bu bazar günü gəlmişik təbiəti ilə, füsunkar təbiəti ilə seçilən Qazipaşa ilçəsinə. Antalyanın Qazipaşa ilçəsi Alanya ilə qonşu ilçədir. Qazipaşa gözəl yerdir və sahilə gəlmişik. Burada sahildə çox gözəl bir restoran var. O restoranı sizə təqdim edəcəm. Sefa Beach Cafe restoran adlanır. Baxın orada yazılıb. Sefa Beach Cafe restorana gəlmişik. Biraz öncə gəldik. Buralar da oradan da gözəldir. Bundan öncə ümumiyyətcə Qazipaşada lap son tərəfdə Qızılin restoranı var. Gözəl çimərliyi var. Gözəl mətbəxi var. Mahmudlardan çox insan ora gəlir. Biz də yayda tez-tez gəlirdik ora. Çox məsləhətli yerdir. Ümumiyyətcə sahil baxın çox uzundur Qazipaşada. Qarşı tərəfdə birazdan göstərəcəm marina da açılıb artıq. Biz isə qayıdaq Sefa Beach restorana. Burada gözəldir. Öz şəxsi plyajı var. Böyük ərazisi var. Bura ilk dəfədir gəlirəm və yenilik olsun deyə burada oturmağa qərarı aldıq və sizə də videosunu təqdim edəcəm. Baxın gözəl ağaclar, yaşıllıq. Bir neçə gün bizdə Alanya'da hava temperaturu soyudu. 10-12 dərəcə temperatur düşdü. Bugündən etibarən isə artıq deyirlər ki, temperatur yenidən yüksələcək. Hal-hazırda 20 dərəcədir istilik və bundan sonra artıq soyuqlara əlvida dedik gələn ilə qədər. Və Sefa Beach restoranın həm açıq, həm də qış zalı var. Bura açıq hissəsidir. Qış salına da baxarıq. Qəşəng rahat masalar. İnsanlar bazar günü istirahət edirlər. Dənizin tam kənarında, sahildə. Maraqlı bir yerdir. Demək olar ki, ön sıradakı masalar hamısı doludur. Saat hardasa 3'dür saat. Qış salına daxil olun. Buranı göstərim sizə. Bəlkə qışda da kimsə gəlmək istəsə buyurub gələ bilərsiniz. Çox səliqəli, gözəl bir yerdir. Hər yerdən dənizə baxır. Hətta dənizdə çimənlər də var. Onlar çox güman turistlərdir. Bəli. Sefa Beach restoran və kafe. İndi isə çıxırıq yenidən çölə və plyajına baxaq, dənizə yaxınlaşaq. Burada voleybol meydançası da var. Burası Qazipaşa sahilin yürüyüş yoludur. İnsanlar gəzirlər burada, idmanla məşğul olurlar. Çox gözəl mənzərədir, çox gözəl təbiətdir bura. Oradan da artıq yavaş-yavaş sezon başlayır. Biz hələ dəniz sezonunu açmamışıq, əlbəttə ki, hələ dənizdə siftə etməmişik. Deməli, bura Sefa Beach'in çimərli hissəsidir. Bura yayda bar kimi fəaliyyət göstərir. Burada bistro xidmət, yəni bistro şəklində yeməklər təqdim olunur. Və burada 50-60 dənə çalışanın dediyinə görə şezlonglar olur. Baxın çimərliyi necə qəşəngdir. Palma ağacları, yəqin ki bu aralıqlarda qəşəng düzəldirlər buranı və gözəl istirahət üçün şərait yaranır. Orada səhv eləmirəmsə Rus ailədir. Dənizə girdilər və çıxdılar. Qazipaşanın çimərliyi də gözəldir, böyüdür. Marina isə oradadır. Yeni marina iş olunub, hal-hazırda içəri buraxmırlar. Gözəl yaxtalar artıq park ediblər oraya. Qazipaşa sahilləri həm də nəsli kəsilmə üzrə olan karetta tısbağalarının yumurta qoyduğu ərazilərdir.
Belə əziz dostlar, hamıya Qayspaşadan salamlar, xoş istirahətlər. İzlədiyiniz üçün də təşəkkürlər. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.